Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 5-ci sinif BSQ2 nümunə suallarına baxacağıq. Suallara keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirdim ki, 5-ci sinifdən 11-ci sinifə kimi iyun ayının 1-dən yay dərslərimiz təşkil olunur riyaziyyat üzrə. Əgər dərslər haqqında məlumat əldə etmək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi keçək sualların izahlarına. Birinci sualda bizə deyir ki, çoxluğuna hansı ədədlər daxil edilsə bu çoxluq 36-nın bölənləri çoxluğu olar. 36-nın bölənləri hansılardır? 1-ə bölünür, 2-yə bölünür, 3-ə, 4-ə, 6-ya, elə deyilmi? Sonra 9 var, 12 var, 18 və bir də 36. Yəni bizə nə lazımdır? Burada məsələn təbii ki burada 15 olmaz. 1 3 36 olmalıdır təbii ki. 1 3 6 36. Deməli cavabımız A variantı olmalıdır. İkinci sualda burada hesab əməlləri var. Biz bu hesab əməllərini yerinə yetirməmiz lazım. Birinci növbədə 672-ni bölməliyik 3-ə. Bura düşdü 2 dəfə 6, 1 7-də də yəni 2 dəfə düşdü 6, 1 12-də 4 dəfə düşəcək 224 oldu. Sonra 156-nı bölməliyik bura 2-yə 7 dəfə düşdü 14, 1 10, 16-da da 8 dəfə 16 0 78 və bir də 4800 bölməliyik 40-a. Təbii ki burada bunları ixsa edə bilərik. Burada elədi cavabımız 120. İndi bizdə 224-ün üstünə 78 və bir də üstünə 120 gəlməyə. Bura 2 olacaq. Bura 9, 11, bura 12, burada da 3, 4, 400 neçə elədi? 22. 422-yə nəyə bölməmiz lazım? Biz 2-yə bölməmiz lazım. 2, 1, 1. Yəni 211 şəklini alacaq. B variantı olacaq cavabımız. Üçüncü sualda isə bizə deyir ki, kvadratın tərəfi deyir ki 6-dır. Kvadrat sayısını biz necə tapırdıq? Bura 6-dırsa bütün tərəflər 6 olacaq. Onda S də bərabərdir 6-nın kvadratı, yəni 6 vur 6. Bu da eləcə cavabımız 36 şəklini alacaq. Sonra keçək 4-cü suala. Bərabərsizliyə aid olan bir sualdır. Deyir ki, baxın x kiçikdir bərabər 14 deyirsə, burada kiçikdir bərabərdir varsa 14'ü alır deyir. Bizə deyir ki, ən böyük tam əlini tapın. Təbii ki, x bərabərdir 14 ola bilər. Yəni burada yəni 14 kiçikdir bərabərdir 14 şərti ödənir. Deməli cavabımız B variantı olmalıdır. Sonra gəldik nəyə? 5-ci suala baxsaq, 5-ci sualda gəlin biz hamısını nəyə çevirək? Məsələn, onu kəsə çevirə bilərik də. Məsələn, A variantında bu 48% elə %48 deməkdir. Bu da neçə deməkdir? 0,48-ə. 0,48. Onda 3. Məsələn, bunun hər tərəfini heç bir ehtiyac da yoxdur. Bunu mən necə yaza bilərəm? 0,13 yaza bilərəmmi? Bu şəkildə. 20-də 9-u hər tərəfini 5-ə vuraram. Neçə elədi? %45. Bu da neçə deməkdir? 0,45 deməkdir. Bu ədədlərin içində ən böyük hansı? Təbii ki, nə olacaq? C variantı olmalıdır. 6-cı suala baxsaq. Deyək ki, aşağıdakılardan hansı 4 döyüş kəsinə bərabər deyil deyir. Məsələn, A variantında 8-də 6-nı hər tərəfini 2-yə bölsəm 4-də 3 oldu. Deməli 4-də 3-ə bərabər. B variantında 16-da 12-dir. Hər tərəfini 4-də bölsəm, bura 4, bura 3 olacaq. Bu da doğrudur. C variantında 18-də 15-dir. Hər tərəfini 3-ə bölsəm, bura 5, bura 6 oldu. D variantında da 28-də 21-dir. Hər tərəfini 7-yə bölsəm, bura 3, bura 4 olacaq. Deməli, fərqli olan C variantı olmalıdır. Gəldik 7-ci suala. 7-ci sualda deyir ki, bölmə əməlinə aid kəsr şəklində göstərildikdə, onu da göstərdikdə nə olur? Qismət kəsirin məxrəcində bölünən kəsirin sürəti olur. Baxın, uşaqlar, belə bir şeydə, məsələn, mən deyirəm ki, A böl B. Burada bu bölünəndir. Bax, bu A bölünən. Bu isə nədir? Böləndir. Yəni, bölünən surətdə, bölən isə məxrəcdə olmalı. Bölünən kəsirin surətində, bölən isə məxrəcdə olmalı. Baxın, B variantı
uyğun gəlir. Yəni bu şəkildə olmalıdır. Sonra gəldik biz buradan 8-ci suala. Deyir ki, katetləri düzbucaqlı üçbucaqdır. Katetləri bizə verilibdir. 6 və 13-dür. Bizə deyir ki, sahəni tap. Biz necə etməliyik? 6-nı 13-ə vurub bölməliyik 2-yə. Yəni katetlərin hansının yarısı. Bundan bunu ixtisarən bura 3. Yəni 3 vurulsun 13. Bu da neçə elədi? 39 şəklini alacaq. Sonra gəldik 9-cu suala. Burada 120'nin kvadratı çıxılsın 10'un kubudur. Yəni 120 vurulsun 120. Bir də çıxılsın 10 vur 10. 12'ni 12'ye vuranda 144 eləyir. 120 120'ye vursak 14400 eləyəcək. Onu da 3 dəfə özünə vuranda 1000 eləyəcək. Aha. 14400'den çıxmalıyıq biz nəyi? 1000'i. Çıxdığımız zaman bura 0 0 bura 4 3 13400 eləyəcək. 13400. Var mı elə bir cavabımız? Cavabımız D variantı olmalıdır. Sonra gəldik 10-cu suala. Bizə deyir ki, əbubu tap. Əbubun tapılma qaydası necə idi? Biz təbii ki, bölənlərini yazmalıyam. 1-ə bölünür 2-yə, 3-ə. Aha, 4-ə, 6-ya, 9-a, 12-yə, 18-ə və 36-ya. Sonra 54'ə 54'ün bölənləri 1'ə, 2'yə, 3'ə. Sonra neçə olacaq? 6'ya, 9'a, 18'ə bölünər 27 və bir də 54 özü olmalıdır. İndi bizə deyir ki, burada biz bunların ən böyüyünü götürdük, elə deyilmi? Bəli, 18 olmalıdır cavabımız. Ama burada 18 cavabını qeyd etməyiblər. Yəqin ki, nəsə çaşdırıblar. 18 şəklində olmalıdır. Aha, keçən 11-ci suala. Deyir ki, 9 təpə nöqtəsi olan piramida. Piramidanın biz birlikdə bir dənə burada təpəsi olur. Məsələn, belə burada məsələn də piramida belə bir şeydir də. Baxın. Piramida bu elə. Piramida bu budur. Məsələn, burada bunun məsələn 1, 2, 3, 4, 5 dənə təpəsi varsa 4 bucaqlıdır. 9 təpəsi varsa məsələn, bu deməli otacağında 8 bucaqlı fiqur var. Onda bəs bunun məsələn, əgər 4 bucaqlı piramida neçə tili olur? Məsələn 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə olur. Yəni otacağındakı fiqur nədirsə onun 2 qatı olmalı. Məsələn bu görürsən bu 4 bucaqsa 2 qatı olur. İndi bu otacağındakı fiqur 8 bucaqlı olduğuna görə onda bunun tillərinin sayı 2 qatı olacaq. Yəni cavabımız C variantı olmalıdır. Sonra gəldik burada 12-ci suala. 12-ci sualda 2'nin üstünə gəlməliyəm. 3'də 2. Burada təbii ki 2 tam 3'də 2 eləyəcək. Bunu biz düzgün olmayan kəsə çevirsək 3'də 8 olacaq. Sonra 2'də 1'dən çıxmalıyam 4'də 1. Nə olacaq bunun cavabı? Belədir 4'də. Burada 2, burada 1 eləyəcək. Yəni 2 çıxılsın 1. Nə oldu cavabımız 4'də 1. Biz burada 3'də 8'i bölməliyik 4'də 1'ə. Bunu böldüyümüz zaman təbii ki 3'də 8 olduğu kimi saxlayıb bunu 1'də 4 yazmalıyam. Bu da elədir 3'də 32 şəklini alacaq. Var mı cavabımız? Olacaq cavabımız A variantı. Sonra gəldik 13-cü suala. Baxın 13-cü sualda da mən bunun qayda belə edirəm. Belə misal oldu. Təbii ki biz burada ayrı-ayrı kəsirləri gəlin vergüldən azad edelim. Məsələn, mən desəm ki 0,56 buradadır, 0,4'dür. Vergüldən sonra 2 ədəd olduğuna görə hər tərəfini 100'ə vuram. Və belə bir qaydamız var ki, kəsirin sürət və məxrəcini eyni bölədə vurduqda və yaxud da böldükdə ona bərabər kəsir alınır. Buraya elədi 56, burada 4. 56'nı 4'ə böldüyümüz zaman da cavab 14 elədi. Deməli buranın cavabı 14. Sonra bax bura baxıram. 0,8, bu 0,5. Hər tərəfini yenə 100'ə vuracağım. Niyə? Çünki məxrəcdə vergüldən sonra 2 ədəd var. Bu elədi 80, bu da elədi 5. 80'i də 5'ə bölsə nə elədi cavabımız? 16 şəklini alacaq. Aha, burada elədi cavabımız 16. Əla.
Sonra geldi 0,33 bir de 0,3. Bunu da her tərəfini biz 100'e vursaq. 100'e vursaq. Burada elədi cavabımız 33. Burada da 3 oldu. Neçə elədi? 11 elədi. Hə, yəni bizdə 16 üstə gəlinsin 14 çıxılsın 11 oldu. Burada cevabımız ne oldu? Bu ikisini toplayanda 30. 30'dan 11 çıxanda 19 şeklini alacaq. Cevabımız olacaq C variantı. Sonra geldik 14. suala. 14'te ise 30% 45 olan ədəd. Hə, onda mən burada 45'i 100'e vurup neye bölmeliyim? 30'a bölmeliyim. Bundan bu gedər. Bundan bu bura 15. 15'de ona vursam 150 elədi. Sonradaki olan ədədi 18% azaltsaq deyir. Mən 150'nin 18%'ini taparam. Bundan bu gedər. Bunlar mesela 5'e göre sayarsan bura 3, bura 2. Bundan bu gedər. Burada düşdü 9. Neçədir? 27. Yəni 150'den ne çıxmalıyam mən? 27 çıxacaq. Burada neçə eləyəcək? 123. Yəni cavabımız olacaq B variantı. Çok maraqlı sual idi bu sual. Belə suallar düşə bilər. Sonra gəldik 15. suala. Deyir ki burada 15. sualda burada tənlikdir. Biz burada baxın 4'e 6 ve 4'e 6 ve 4'e bölünen ədəd tapmalıyam. Neçə bölünər sizcə? Mesela 12 bölünər deyim hər birinə. Gəlin onda baxın bu 4'te x'i vuram 12'ye. Sonra üstüne gəlinsin yenə buranı vuram 12'ye. Bir de 4'te 1'i de vuram 12'ye. Bura 3. Bura 2. Ne oldu buradan? 3x üstte gelsin 2 vurulsun. 3x minus 21'e. Bunun da bunun size 3 elədi. Beraber 3'e. Buradan 3x üstte gelinsin 6x minus 42 beraber 3'e. Burada 9x. Bunu bu tarafa geçirse bu elədi 45. Buradan x de beraberdi 5 olacak cevabımız. Bu da belə. Yani cevabımız olacak D variantı. 16. sualda bize deyir ki şekilde verilenler əsasən fiqurun sahəsini tap deyir. Biz burada bu fiquru müəyyən hissələrə bölə bilərik. Və yaxud da biz bunu necə etmək olar? Baxın mən bunu uzatsam belə. Bunu da belə tamamlayıram düzbucaqlıya. Elə deyilmi? Bu düzbucaqlının sahəsi neçə olar? Baxın. Bu düzbucaqlının sahəsi S bərabərdir. Ne olacak? 12 vurulsun 16'ya. Şimdi biz 16'dan 12'ye vursa bura 2, 32, 6, 1, 2, 192 elədi. Əla bura. Ümumi sahəmiz baxın bura hər yer 192'dir. Sonra mən buranı tapmaq üçün baxın. Bura 4'dürsə buradan bura qədər olan hissə nə olur? 12 olur değil mi? Ümumi 16 olmalı daxı. Bura 3'dürsə onda bura neçə olmalıdır? 9 olmalıdır. Əla. Bu düzbucaqlı üçbucağın mən sahəsini tapmaq üçün S bərabərdir 12 vur 9 bölü 2 olacaq. Yəni 6 neçədir? 54 şəklində. Sonra da mən 192'den nə çıxmalıyam? 54'e çıxmalıyam. Bura 8, bura 3. Hə, cavabımız nə oldu? 138. Yəni cavabımız olacaq A variantı. Belə maraqlı sual idi. Belə tip sual düşə bilər. Summativədə diqqətli olmamız lazım. Bugünlük suallarımız bu kadar. Burada indi B variantı var. BSG 2'nin B variantı. Bakın eyni tip suallardır. Demiyorlar ki düzdür ayrı tip suallar da var. Siz bunları yazsanız çok güzel olar. Özünüz yazın. İşleyin ki tam şekilde BSG'ye hazır olun. Bunu böyle böyüdürəm. Sözünüz buradan götürüp sıkın edip yazarsınız. Bir de buranı da göstereceğim sizin için. Bakın böyle. Buranı da özünüz qeyd edərsiniz. Mövzumuz bu şəkildə. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.